yoldaşımızla həyat və məişət məsələləri haqqında məsləhətləşmək və onun nəzərlərinə çox dəyər vermək, önəm vermək. Ola bilsin ki, heç bu şeydə lazım deyil mən soruşum. Adi bir şey. Məsələn, xörək bişirirəm, lazım deyil mən soruşum ki, nə bişirim. Məsələn, həyat yoldaşıma deyə bilərəm ki, mən evdə bu şeylər var, buna uyğun hansı xörək istəyirsən? Hətta 2 variant qoya bilərəm. Hansı ki, mən öz zehnimdə bilirəm ki, bundan artığını eləyə bilməyəcəm. 2 variant qoya bilərəm ki, istər övladım, istər həyat yoldaşım seçim eləsin. Bu onu göstərir ki, mən ona dəyər verirəm ki, o nə istəyirsə mən onu bişirim, onu hazırlayım. İstərsə geyim olsun, məsələn, sabah hansı geyimi hazırlayım və yaxud başqa şeylər, məişət məsələlərində, evin dekorunda belə qadın soruşa bilər ki, sən hansını daha çox sevirsən, nə cür eləyim məsələn, nə cür olsun. Qadının öz işlərində məsləhət ala bilər, bəy də öz işlərində məsələn məsləhət ala bilər. Lazım deyil hökmən və hökmən əməl etsin o şeyə. Amma məsləhət almaq və nəzərə almaq, bu nəzərə almağın özü kömək edir ki, qarşı tərəf özünü önəmli hiss etsin. Bu kimi şeylərə riayət etmək lazımdır.